Salam, hər vaxtınız xeyir olsun. Bugün burada gördüyünüz 4 suala cavab tapacağıq. Sözün kökünü necə tapaq? Sözün kökü hansı nitq hissəsidir? Söz hansı nitq hissəsindən yaranıb? Söz hansı nitq hissəsidir? Göründüyü kimi suallar bir-birinə çox oxşuyur, amma fərqli şeylərdir. Gəlin bir-bir onlardan danışaq. Birinci baxaq, sözün kökünü necə tapaq? Sözün kökünü tapmaq üçün mən belə bir izah verirəm. Götürək sınaq sözünü. Həmişə çalışın sözü ən xırda hissəyə bölün. Baxın, o böldüyünüz, götürdüyünüz hissənin sözə bütövlükdə adiyyatı varmı? Sın sözünün sınaq sözdən adiyyatı var. Sınaq nədir? Məsələn, biz sınaq imtahanlarına gedirik. Nə üçün gedirik? Özümüzü sınamaq üçün gedirik, düzdürmü? Nəyinsə sınmağının sınağı adiyyatı var, yoxdur. Ona görə də biz burada kökü sın yox, bir addım da irəli gedək, sına götürsək daha doğru olar. Sınamaq sözünün sınağa adiyyatı var. Q isə burada leksik şəkilçi olacaq. İndi ona bənzəyən başqa bir söz yazacağım. Sınıqçı. Yenə də ən xırda hissəyə bölməyə çalışaq. Sın. Sın sözünün sınıqçı sözünə adiyyatı varmı? Məsələn, qolunuz sınır, sınıqçıya gedirsiniz. Sınmağın sınıqçı adiyyatı var. Ona görə də biz kökü burada sın götürəcəyik. Daha sonra şəkilçi götürəndə də bu üsuldan istifadə edirəm. Çalışırım ən xırda hissəyə bölüm. Sını. Sını sözü yoxdur dilimizdə. Burada şəkilçi ı üstə ya q deyil. Burada ıq birlikdə şəkilçi olacaq. Çünki sını sözü yoxdur dilimizdə. Sınıq birlikdə, ç birlikdə. Leksik şəkilçilərdir. Daha sonra baxaq başqa bir sözə. Böyürtkən. Böyürtkən. Böyü sözü var dilimizdə, düzdür. Amma böyüməyin yediyiniz gilə meyvə böyürtkənə adiyyatı var, yoxdur. Ona görə də burada da kök böyü yox, böyürtkən özü olacaq. Baxın, sınaq sözü həcmcə daha kiçikdir, böyürtkən sözü isə daha uzundur. Ona görə də sınaq sözü düzəltmədir, böyürtkən sözü sadədir. Ona görə də həmişə deyirəm ki, tələbələr, şagirdlərə deyirəm ki, sözün ölçüsünün onun sadə, düzəltmə, mürəkkəb olmasına adiyyatı yoxdur. Siz onları təhlil edin. Bəzən tələbələr sözü qısa görüb sadə hesab eləməyə çalışırlar. Vaxtlarına qənaət eləsin, tez cavab çıxarmaq üçün. Amma bu düzgün deyil. Məsələn, elə götürək bir dənə daraq sözünü. Baxın, söz qısadır. Amma düzəltmədir. Yenə də həmin qayda ilə gedək. Dar. Dar sözü var dilimizdə. Dar yol, məsələn. Amma o darın saçınızı daradığınız darağa adiyyatı var, yoxdur. Ona görə də kökü bir addım da irəli gedirik, dara sözü götürəcəyik. Q isə burada leksik şəkilçi olacaq. İndi məncə sözün kökünü necə tapaq sualına artıq cavab vermiş olduq. İndi keçək ikinci hissəyə. Sözün kökü hansı nitq hissəsidir? Sözün kökü hansı nitq hissəsidir sualına cavab vermək üçün nə edirik? Sözdə olan bütün şəkilçiləri atırıq. Ancaq kökə baxırıq və sual veririk. Məsələn, yazıram bura. Deyingənlik. Deyingənlikdir. D sözün kökü. İn leksik şəkilçi. Gən leksik şəkilçilikdir. Gördüyünüz kimi bizə lazımdır kökün hansı nitq hissəsi olması. Ona görə də bütün şəkilçilər olan hissəni atırıq. Bizə lazım deyil buralar. Biz ancaq kökə sual verəcəyik. De, nə et? Feil. Sözün kökü feildir. Eyni zamanda əkinçilik sözü də o qəbildəndir. Əkinçilik. Ək sözün kökü inçilik. Burada şəkilçilərdir. Bizə şəkilçi olan hissələr lazım deyil. Bizə ancaq kök lazımdır və kök də feildir. Daha sonra keçirik üçüncü sualımıza. Söz hansı nitq hissəsindən yaranıb? Sözün hansı nitq hissəsindən yaranması bu suala cavab vermək üçün nə edirik? Sözdə, məsələn, tutaq ki, 5 leksik şəkilçi var. Biz axırıncını atırıq, yerdə qalan 4 leksik şəkilçi olan hissəyə sual veririk. Necə? Yazaq elə, bayaqki sözü deyingənlik. Deyingənlikdir. Yenidən ayıraq. Söz hansı nitq hissəsindən yaranıb sualına biz cavab vermək üçün ən sonuncu leksik şəkilçini atırıq. Həmin hissəyə qədər olan yerə sual veririk. Deyingən necə? Sifətdən yaranıb. Çünki ən axırıncı leksik şəkilçi deyingən sifətindən yaranıb.
Hər zaman, məsələn, sözdə 3 dənə leksik şəkilçi varsa, axırıncısını atırıq. Belə sual, bu hissəyə sual veririk. Bir dənə varsa, elə kökün özünə sual verəcəyik. Bu, belə. Söz hansı nitq hissəsidir sualı isə, bu suala cavab vermək üçün isə bütün leksik şəkilçilərlə birlikdə baxırıq. Baxa, qrammatik yox, leksik şəkilçilərlə. Məsələn, əkinçilikdir. Əkinçilikdir sözünün kökü ək. Əkinçilikdir. Söz hansı nitq hissəsidir sualının cavabına bütün leksik şəkilçilərlə birgə baxırıq. Əkinçilik nə olacaq? İsim. Bugünlük bu qədər. Gələn dəfə görüşənədək sağ olun.